Bir 3 yaşlı qızı var. Onun adı gələndə insanların halı dəyişir. Rüqəyyə can dad qarışıb aduva, canım qurban adındakı daduva. Xanım, zəvvarların gələn vaxtda qəbriva, sənə qurban bizi də sal yadıva. İndi onun qəbrinə getmək çətindir. İndi onun qəbri çətin bir yerdədir, çətin bir haldadır. Zəvvarı azdır. Dedi bir daha yorulmuşam. Qoy mən dua eləyim, sən amindir. Xanım Zeynəb deyir, gəldi dayandı üzü qibləyə, o balaca əllərin qaldırdı göyə. Qoy mən dua eləyim, sən amindir. Deyir, dedim görüm balam nə dua eləyəcək. Deyir, gördüm yana yana, deyir, ilahi elə yorulmuşam dünyadan. İlahi dayı apar məni. O qız xarabədə can verdi, xanım Zeynəb onu dəfn elədi. Xanım Zeynəb gəldi, gördü, özün salıb bacısının qəbrinə. Ay mənim yol yoldaşım, olmaz səni tərk eyləmək. Kərbəladan Şamacan bir gəlmişik, dur bir gedək. Xanım Zeynəb ixtiyarsız oturdu yerə. Məclis təşkil olundu Rüqəyyə qəbri kənarında. Allah qismət eləsin o məclisi. Xanım Zeynəb Rüqəyyəni oxşayır. Qəfəsdə bülbülü şiilim oyan, Rüqəyyəm oyan. Xərabə güşəsin etmə məkan, Rüqəyyəm oyan. Bacıların gözü yaşdı, bibilərin giryan, gəliblə qəbrivin üstə oyan, Rüqəyyəm oyan. Dur qızım, qorxma, asandır o gəlməkdən bu getməklik yolun. Qolları bağlı gəlibsən, bir də bağlanmaz qolun. Dedi qızım, qorxma, day bu karvanın başçısı özüməm, day səni yollarda döyməyəcəklər, dur gedək. Şair gözəl yazıb, Rüqəyyənin yeri var, qəbridən gələydi sədası. Qabar ayaqlarımın əmmə var hənuz yarası. Yorulmuşam, yatım asudə, qoy xərabədə mən. Bibi mənə dəymə, yorulmuşam, qoy yatım. Bu karvanı bibi rahi Kərbəla aparın. Mənim dilimcən Əli Əkbərə dua aparın. Kərbəlaya yoluz düşəndə Əli Əkbərə deyin ki, qərib bazundan sənə salam var. Əla lənətullah aləl qavmiz zalimin.